Torpaq əlimdə, bahar ürəyimdə yarmarkasının bugün açılışı oldu. Bu dəfə Bakıda ilk olan və yarmarkaya yeni gələn şokolad dönəri yoxladım. Sanki dönər yeriymiş kimi çox kreativ şirniyyat stendi açıblar. Üzərinə yüngül krem, şokolad və bol banan əlavə edib onu krepə bükdülər. Dadı inanılmaz möhtəşəm idi, həm də ən əsası yüngül idi. Dadını həqiqətən çox bəyəndim. Qiyməti isə 8 manat idi, məncə yoxlamaq olar. Nuşitos! Daha sonra hər kəsin tanıdığı Nuşitos adlı bir stend açıb. 3 cür tostlar mövcuddur. Qiymətlər 6, 7, 8 manatdır. Qeyd edim ki, tostun həcmi çox böyükdür. 3 cür tost mövcuddur. Mən Naxçıvan qavurması adlı bir tostu götürdüm ki, dadı inanılmaz ləzzətli idi. İçərisinin ətinin, sucuğun və pendirin dadı çox ləzzətli idi. Mütləq ikinci dəfə də gəlib burada yeyəcəm. Yeni il yarmarkasında ən çox sevilən stendlərdən biri olan Dolutos yenə buradadır və buranı da dedik yoxlayaq. Qeyd edim ki, bu dəfəki Dolutosun içərisinin tamam fərqli inqrediyentləri var. Mütləq gedib özünüz yoxlamalısınız, belə deməyəcəm. Amma bir onu qeyd edim ki, keçən dəfəki də çox ləzzətli olsa da bu dəfə olanı daha çox bəyəndim. Qeyd edim ki, bu dəfə yarmarkada əyləşmək üçün yerlər də var və fərqli stendlər çoxdur. Hamısını bir-bir sizlər üçün çəkib paylaşacağam. Amma qeyd edim ki, insanlar bu dəfə çox az idi.